Başlıq Şaxta Baba və Santa Claus. Onlar kimdir? Harada yaşayırlar? Necə yaranıblar? Bugün qışın ən maraqlı mübahisəsinə girişirik. Şaxta Baba yoxsa Santa Claus? Əfsanə yoxsa həqiqət? Gəlin bu qar yığınını təmizləyək. Birincisi, onlar kimdir? Əfsanə Santa qırmızı geyimli şən hədiyyə paylayandır. Şaxta Baba isə yeni il sevincini gətirən müdrik qış qocasıdır. Həqiqət Santa 4-cü əsrdə Türkiyənin indiki Mirra şəhərindən olan müqəddəs Nikolaydan yaranıb. O, gizli xeyriyyətçiliyi ilə məşhur idi. Əsrlər boyu Hollandiyalı Sinterklaas və 19-cu əsrin Amerikalı yazarları onu formalaşdırıb. Qırmızı geyim 1930-cu illərdə Haddon Sundblom kimi rəssamlar tərəfindən məşhurlaşdırılıb. Şaxta Baba, Şaxta ata Slavyanların Ded Moroz ənənəsindən gəlir. Bu ənənə xristianlıqdan daha qədimdir və sonradan Azərbaycan da daxil olmaqla Sovet məkanında yeni il şənliklərinə daxil edilib. Ona çox vaxt nəvəsi Qarqız da qoşulur. Onlar harada yaşayırlar? Əfsanə Santa Şimal qütbündə maralları və elfləri ilə yaşayır. Həqiqət, Şimal qütbü ünvanı müasir bir əfsanədir. Mədəni cəhətdən Finlandiya Rovaniemi şəhərini Santanın doğma şəhəri kimi təqdim edir. Halbuki hekayənin kökləri Aralıq dənizi və Avropa mədəniyyətlərinə dayanır. Əfsanə Şaxta Baba buzlu dağların dərinliklərində yaşayır. Həqiqət Rusiyalı Ded Morozun Veliki Ustyugda rəsmi iqamətgahı var. Azərbaycanda isə insanlar Şaxta Babanı öz qarlı dağlarımıza, məsələn Şaxtağa yerləşdirərək qış ruhuna yerli bir rəng qatırlar. Onlar nə vaxt gəlirlər? Santa Milad gecəsi 24-25 dekabrda gəlir. Şaxta Baba ənənəvi olaraq yeni il şənlikləri, ağac hədiyyələr və 31 dekabr 1 yanvar tarixlərindəki yığıncaqlar üçün gəlir. Hər iki fiqur ən soyuq mövsümdə səxavəti, istiliyi və birliyi qeyd edir.